Sabahınız xeyirli, gününüz bərəkətli, həftəniz uğurlu olsun, əziz treyderlər. Ümid edirəm yaxşısınız. Bu həftə, təbii ki, iyunun 1-dir, yeni aydır, may ayı əla keçdi, qəşəng keçdi. İyun ayında hər biriniz üçün uğurlu düşərli olsun. Bizi izləyənlərin nəzər çatdırım ki, bu ayda iki gözəl xəbərim var. Onlardan biri 21 iyunda, bazar günü saat 15:00-da möhtəşəm seminar və nağd pul uduşları, hədiyyələr, eyni zamanda unudulmaz şam yeməyinə dəvət edirəm sizi. Təbii ki, WhatsApp nömrəmizə yazın, operatorla əlaqə saxlayın, sizi qeydə alsınlar. İkinci xəbərim isə bizi izləyənlər üçün, hər biri üçün, yəni tam olaraq yatırımsız $50 yəni bonus verəcək, yəni hesablarına və onu idarə edərlər. Belə, gəlin keçək biz, baxaq görək 5-ci gün nələr baş verdi. Yəni 5-ci gün bildiyiniz kimi Siqnal kanalında paylaşmışdıq alış əməliyyatları, mükəmməl alışlar gəldi. Və biz nə etdik? Bu alışlardan eyni zamanda gümüşdə də alışlar oldu, qəşəng alışlar oldu. Biz bu alışlardan istifadə edə bildikmi, bilmədikmi sualına gəldikdə isə təbii ki, biz deyirik və edirik. Yəni, bu da nəticələr biz deməli, may ayın 29-u və 29-u, yəni 5-ci gün açdığımız əməliyyatlardır və nəticə olaraq gördüyünüz kimi göz qabağındadır. Və biz bay əməliyyatları paylaşdıq, siqnalları verdi və nəticələr də, burada da nəticələrimiz də, yəni bütün nəticələr də buradadır. Təbii ki, söhbət real hesablardan gedir. Və həftənin, dedik ki, keçən həftənin 5-ci günü, deməli 29-u, 30-u da burada olmalıdır əməliyyatlar. 30-u biz şənbə günü Bitcoin-də biz alışları həyata keçirdik. Yəni burada olmalıdır. 30-u, demək burada 30-u bu əməliyyatdır. Təbii ki, Bitcoin-də biz alışları həyata keçirmişik. Sonra tək burada yenə olmalı idi. 30-u yenə olmalı idi əməliyyatlar. Biz, yəni şənbə, bazar, 5-ci günü, cümə günü, şənbə və bazar açdığımız əməliyyatlar və əldə etdiyimiz gəlirlər. Yəni bunlardır. 30-u, hətta 31-i də olmalı idi. Yəni 30-u burada da var. Bitcoin-də, baxın, 30-u $98 da buradadır. Yəni, ümumi olaraq 5-ci gün, əsasən də 5-ci gündən söhbət gedir. 5-ci gün biz qızılda, gümüşdə hansı siqnalları paylaşmışıq da, o siqnalları da biz əməliyyat açdıq və gəlirdən nəticələndi. İndi qızılda alışlar haradan gələcək? Yəni, 4528-dən 38-48-lərə qədər, hətta 58-lərə qədər də yüksələ bilər alış əməliyyatları. Ondan sonra yenidən siqnalları paylaşırıq. Satışlar isə 4500-dən 4490-lara qədər birinci duracaq yeridir. Gümüşdə isə alışlar, erkən alışlar, yəni daha erkən alışlar, demək 75-700-lərdən gələcək. Bu da 75-76-lara qədər. Satışlar isə 70, əsas satışlar 74-900-lərdən gələcək. Yer dolar, funt dolar gəldikdə isə bunlar hansı nöqtələrdən alışlar gələcək? Demək 1.16 500-lərdən alışlar gələcək, deməli 700-800-lərə qədər. 5-ci gündə alış əməliyyatları demişdik, qəşəng gəlirlər gəldi. Satışlar isə 1.16 300-lərdən gələcək. Funtun olan rəqabətində isə alışlar demək 1.34 600-lərdən gələcək. Yəni 850-lərə qədər. Satışlar isə yalnız 1.34 300-lərdən gələcək. Bitcoin-ə gəldikdə isə Bitcoin-da ilkin olaraq, yəni yuxarı doğru istiqamətlə davam etdirəcək, hardasa 74-ə qədər, əsas alışlar isə 74-200-lərdən gələcək. Satışları isə 73-lərdən, 73-100-lərdən girə bilərsiniz. Ethereum-da da satışlar deməli 1983-dən, alışlar, əsas alışlar isə 2026-lardan gələcək. 2026, əla rəqəmdir. Belə biz keçək digər deməli, Siqnal kanalında biz USD Yaponiya yenidən, USD Frankdan da siqnallar paylaşmışıq.
Keçək biz neftə. Neftə nə olacaq? Neftə erkən alışlar 96-60-lardan gələcək. Əsas alışlar 96-80-lərdən. Satışlar isə 95-40-lardan gələcək. Nasdaq S&P Dow Joneslar ümumi istiqamətə də yuxarıda və yuxarı doğru istiqamətdən davam etdirir. Təbii ki, Dow Jones biraz, DAX, DX biraz ləngir, amma o da neyəcək? Yəni, yuxarı doğru istiqamət alacaq. Gördüyünüz kimi, Dow Jones da artıq 51.000-ə yaxınlaşdı. Yəni, burada diqqətlə baxın, 51.000-ə artıq yaxınlaşır və ondan sonra yuxarı hədəflər gözlənilir. Keçək biz, diqqətlə baxın, bu Türk lirəsidir. 45-46-lara gedir uşaqlar. Bu, yəni, nə eləmək istəyir? Yəni, çox, yəni, müəmmalı şəkildə qalxır, gedir uşaqlar. Bu, heç də yaxşı olmayacaq. Yəni, bu, yəni, belə getsə, 50-lərə yaxın günlərdə 50-ləri də yoxlayacaq. Belə, biz yenidən keçək qızıla. Qızılda yenidən biz uşaqlar yem ataq bir dənə bazara. Hər dəfə olduğu kimi bir dənə bayacaq. Baxaq görək nə olur. Kiçik lotla açdıq. Belə, yəni bir də nəzər çatdırım ki, uşaqlar biz nə ediriksə, hansı əməliyyatları paylaşırıqsa və real hesablarda onu da icra edirik və sizlərə yuxarı baxmaq istəyirsinizsə problem deyil. Bitcoin'da da ən azı 15 dollar olub, yəni tez bağlamışıq və bu da nə vaxt olub? Deməli, 29-u, yəni tez bağlamışıq. Yəni, əsasən də 29-u, 28-də sizə göstərdim, hansı əməliyyatlar açmışdıq. Yəni, 28-dəki əməliyyatlar da gəlirlə bağlandı. Yəni, biz nə paylaşırıqsa, yəni onları da icra edirik. Və take profit'u biz təyin edək 4558-ləri təyin edək. Yəni, təbii ki, gəlir olan kimi sığortalayır. Uğurlar hamınıza, uşaqlar, həm iyunun 11-i ofisdə təlimlə sizə dəvət edirəm. Həm 21-i Four Seasons Baku otelində sizi seminara dəvət edirik. Eyni zamanda da operatorlarla əlaqə saxlayın, sizə bu ay hər birinizə 50 dollar verim ki, yatırımsız idarə edəsiniz və qazanasınız. Sağ olun, görüşmək ümidi ilə həftəniz xeyirli olsun.